Salam, xoş gördük hər birinizi. Cümləniz mübarək və bugünkü videomuzu əsr eləyirik Elm və Təhsil Naziri Emin Əmrullayevin dünənki ictimai televiziyadakı çıxışına. Əvvəla hiss elədinizsə çox gərgin idi. Bu da səbəb, bilirsiniz, yalanlarla dolu bir çıxışa hazırlamaq üçün şpalkalkalarla gəlmişdi. Şpalkalkaları da gördük, yəni qeyri-adi bir şey yox idi orada, yəni o slaydlarda. Məsələnin mahiyyəti nədən ibarətdir? Əvvəla bir daha sübut etdi ki, Emin Əmrullayev dünənki çıxışında ortaya atılmış gündəmi dəyişdirmək üçün hamımızı bax bu neçə gündür stressdə saxlayan bu məsələ demək hələ heç hüquqi əsası da yoxdur, hələ təklif mərhələsindədir. Nə Nazirlər Kabineti ilə razılaşdırılır, nə hökumətlə, nə də ki ölkənin ali rəhbərliyi ilə. Bu məsələnin bir tərəfi. İkinci bir tərəfi bir daha bu sübut elədi ki, yalan danışır. Çünki müəllimlərin güya ştata keçən müəllimlərin əmək haqqı 2 dəfə artacaq. Bu əvvəla bir şey bilmək lazımdır ki, hamımız bilirik ki, ölkədə əmək haqqının artması ilə bağlı sərəncamı cənab prezident verir və sonra Nazirlər Kabinetinə tapşırıq verir. Nazirlər Kabinetdə 2 ay, 3 ay ərzində müvafiq mexanizmi işləyir. Bu sadəcə hələ bir nəzəriyyədir. Yaxşı təklifdir. Müəllimlər ştata keçməlidir. Reallıqdır. Amma nəyin necə olacağını, müəllimin əmək haqqını 2 dəfə artacağını və güya ştata keçən müəllimlər sertifikasiyadan azad olunacaq. Bunun üçün prezident sərəncam verməlidir. Təhsil haqqında qanuna, ümumi təhsil haqqında qanuna dəyişiklik etməlidir. Emin Əmrullayevin yalan dolu çıxışlarında ən əsası isə diqqətimi çəkən bir məqam oldu. Onu sizlə paylaşmaq istəyirəm. İbtidai sinif müəllimlərindən. Çünki onun dediyinə görə əgər hər şey yaxşı olarsa, Emin Əmrullayev 2027-ci ilə qədər nazir qalarsa, əslində də bütün bunlar ona görə hesablanır. Aydın məsələdir ki, yaxşı bilirsiniz ki, ictimai narazılıq fonunda heç bir məmur və yaxud da nazir vəzifədən çıxarılmır. Emin Əmrullayev də 2-3 aydan bir fikir qondarıb ortaya atır, ictimai narazılığı gücləndirir, əslində özünün nazir postunu qorumaq üçün bunu edir. Bu açıq aydın məsələdir, bunun ikinci bir variantı yoxdur. Qaydırıq ibtidai sinif müəllimlərinə. Demək, bir də ikinci məqamda müəllimlərin sayının azaldılması. 2030-31-ci ilə qədər müəllimlərin sayının 100 minə qədər azaldılması məqsəd qoyulub. Bu başqa bir videonun mövzusudur. İbtidai siniflərdən danışırıq. Əvvəla nazir 5 il nazir olduğu və 5 ildə təhsil institutunun direktor olduğu və bütün dövr ərzində müəllimlərin işə qəbulu və digər imtahanlara birbaşa rəhbərlik edən şəxs kimi çox yaxşı bilir ki, əvvəla ibtidai sinif müəllimlərini hazırlayan kimdir? Ali təhsil müəssisələridir. Azərbaycanda müəllim standartı yoxdur. İllərlə danışırıq ki, bu müəllimin peşə standartı olmalıdır da. Ali təhsil müəssisəsi bu müəllimi hazırlayanda, məzun olanda yoxlanmalıdır ki, bunun hazırladığı kadr, dövlətin tələb etdiyi müəllimin peşə standartına uyğundur, uyğun deyil. Bu mexanizm yoxdur. Ölçmə, qiymətləndirmə yoxdur. Bu bir mənalıdır. İkinci bir tərəfdən, pedaqoji sahədə təhsil alan bütün şəxslər, o cümlədən də ibtidai sinif müəllimləri nə vaxtdır 4 il ərzində keçdiyi proqramlar onlara miqə düşür. Aydın məsələdir ki, miqdə bir, miq özü biznes layihədir, çox böyük miqlə pullar oynanılır. Hələ digər vakant, gizlənilən vakantları demirəm. Özü yaxşı bilirsiniz. Artıq demək, müəllim işləyəndə sənəd verə bilir, işləməyəndə. 60 min adam sənəd verir. Müəllimliyə bu qədər həvəs artıb. Bəs yaxşı, niyə göstərilmir ki, bu 60 minin neçə faizi, neçə mini ilk dəfə sənəd verəndir. Neçə mini isə elə sistemdə işləyən müəllimlərdir. Və siz təsəvvür edirsiniz, hər bir şəxsə 120-130 manat pul xərclənir imtahanda, müəllimlərin işə qəbulu imtahanında. Böyük miqdarda 60 minin üzərində hər imtahanda baxın görün neçə milyon pul eləyir.
Bu da məsələnin başqa bir tərəfi. İndi də bunu ödənişli eləmək istəyirlər. Orada da belə deyək də müəyyən digər məsələlər var. Onunla da işimiz yox. Yaxşı, bütün müəllimlərin işə qəbulu, o cümlədən də ibtidai sinif müəllimlərinin işə qəbulu dedi ki, bir layihədir və təhsil institutunun demək ayrı-ayrı kurslarla və bir də o seyirli kitab ki yoxdur, hər biriniz alırsınız, hər il alırsınız. O kitab üzərində qurulmuş bir oyundur. Bunu da başa düşdük. Mənim demək istədiyim başqa bir şeydir. İbtidai sinif müəllimi 7 fəndən dərs deyir. Düzdürmü? Tədris dili, yəni Azərbaycan bölməsi isə Azərbaycan, Rus bölməsi isə Rus dili, riyaziyyat, həyat bilgisi, təsviri incəsənət, texnologiya, fiziki tərbiyə, musiqi və necə ola bilir ki, ibtidai sinif müəllimi yalnız 2 fəndən işə qəbulda da, sertifikasiyada da imtahan verir. Emin Əmrullah özü-özünə bunu sual verir ya yox. Bugün elə bir vəziyyət yaranıb ki, valideynlər özləri gəlib ibtidai sinif müəlliminə xahiş edirlər ki, mənim uşağıma fiziki tərbiyəni keçməklə, təsviri incəsənəti keçməklə, texnologiyanı keçməklə, həyat bilgisini keçməklə, ancaq ana dili riyaziyyatı keç və uşaqların da estetik tərbiyəsini formalaşdıran əsas fənlər qalır kənarda. Əgər biz ibtidai sinif müəllimlərindən danışırıqsa, birinci onlardan başlayırıqsa, onda ibtidai sinif müəllimi də tədris etdiyi fənlər üzrə imtahan olunmalıdır, sertifikasiya olunmalıdır və ibtidai sinif müəllimi hazırlayan ali təhsil müəssisələrində keçirilmiş proqramlarla müəllimlərin işə qəbul proqramını uyğunlaşdırılmalıdır. 3-cü kursdan artıq kim müəllim işləmək istəyirsə müəllimlərin işə qəbuluna gedir. 4-cü kurs tələbələrinin tam böyük əksəriyyəti demək ayrı-ayrı kurslara gedirlər, repetitor yanına gedirlər ki, müəllimlərin işə qəbuluna sənəd verəcəklər. Yaxşı, bəs bunların 4 il ən gözəl illəri hara getdi? 4 il ərzində dövlətin bu qədər vəsaiti keçirdi. Deyir, ibtidai sinif olmadan təhsil düzəltmək lazım deyil. İnsan hər şeyə kəlləmayallah baxır. Təhsilin ümumi bütün prizmasına kəlləmayallah baxır. O cümlədən də bu məsələyə. Sən birinci növbədə kadr hazırlığını ali məktəbdən başlayacaqsan. Sənin ali məktəbdə kadr hazırlığın təbii ki, təhsil standartı və peşə standartına uyğun olmalıdır. Sənin əgər bu sahədə peşə standartın yoxdursa, kadr hazırlığın necə olacaq? Necə olacaq sənin kadr hazırlığı? Görürsünüz, təhsilə yanaşması necədir? Və istənilən halda düşünürəm ki, bu mövzunu bağlayaq, Emin Əmrullayevin oyununda alət olmayaq və bugün ümumi təhsil məktəblərində real problemlərlə daha çox məşğul olaq. Təsəvvürün, Ölkənin Elm və Təhsil Naziri Uşaq Hüquqları günü televiziyaya çıxır. Uşaq hüquqlarından bir kəlmə də danışmır. Yeri gəlmişkən, sentyabrın 15-dən bu günə qədər 3 məktəbli bıçaqlanıb öldürülüb məktəbdə və bir məktəblinin də 9-cu sinif qeyri-etik videoları paylanıldı. Hələ neçəsi gizlədilib. Bax, budur. Bax, reallıq budur. İndi gəlin ibtidai sinif müəllimlərindən başlayaq deyir. Başlayaq ibtidai sinif müəllimlərindən. İbtidai sinif müəllimlərini doğru düzgün təyin edə bilirsənmi, təyin edə bilmirsən? Belə, vəziyyət doğrudan da təhsildə o qədər bərbaddır ki, və ortada da bir şovmen var. Vaxtaşırı olaraq bir mövzu atır, hamımızın başını qatır ki, təhsildə real problemləri görməyəsiniz. Sizin məktəblərdə hansı problemlər var? Rəy bölməsində yazın. Siz necə görürsünüz? Bu ştat məsələsini unudun. Bu 2027-dən sonra mərhələli şəkildə, onu da hələ Nazirlər Kabineti ilə razılaşdırılmayıb, hökumətlə razılaşdırılmayıb, ortaya atılıb ki, hamımız müzakirə edək. Təhsilin real problemlərindən danışmayaq. Gəlin təhsilin real problemlərindən danışaq. Hələ öz məktəbində problemlər nədir? Bax, indi birazdan böyük summatlı qiymətləndirmələr gələcək. Kağız varmı? Printer varmı? Bax, ən böyük problem təhsildə bu qiymətləndirmədir. Müəllimi biz necə düşünürdük? Ay, müəllim yemək yeyirmi? Müəllim yatırmı? Və s. Müəllim indi əl açıb gətirir 20 qəpiyə, 30 qəpiyə, summatı pulu gətirir, kağız pulu gətirir, rəng pulu gətirir, test pulu gətirir.
Biz məktəbi bax buna çevirmişik. Bu qiymətləndirmə özünü doğrultmur. Bu reallıqdır. Amma bu qiymətləndirmənin üstünə nə qədər pullar xərclənir? Təkcə 2025-ci ildə ibtidai sinif müəllimlərinin güya təkmilləşdirməsi üçün 1 milyona yaxın pul Savad adlı MMC-yə ötürülüb. Bir neçə milyon ayrı-ayrı MMC-lərə verilib. Güya ki, müəllimlər üçün ən çox da pul xərclənir ibtidai sinif adı ilə ki, bura xüsusi diqqət yetirməliyik. Amma milyonlar xərclənir. Yaxşı, effekt varmı? Nəticə varmı? Bu təlimlərin qiymətləndirməsi varmı? Ölkədə elmi pedaqoji araşdırma aparatçısı təhsil institutu idarəetmə orqanına çevrilib. Təhsil institutu rəhbər heyətinin heç birinin elmi dərəcəsi yoxdur. Elmi araşdırma ilə məşğul olası bir halı yoxdur. Təhsil institutu bir kursa çevrilib. Təlimlər keç, layihələr həyata keçir. Bir də kadr məsələlərini həll edir. Bax, budur Azərbaycan təhsilinin reallığı. Və bizim baş şoumen də kütlə psixologiyasını gözəl bildiyi üçün vaxtaşırı olaraq buna raskrutka deyirlər də. Raskrutka eləyir və hamımızın diqqətini, fikrini yayındıra bilir. Və nəticədə özünün nazir postunu, vəzifə postunun müddətini uzada bilir. O bunu bacarır. Belə, videonu paylaşmağı unutmayın. Fikirlərinizi rəy bölməsində yazın. Sizin məktəblərdə hansı, regionda hansı problemlər var? Regional təhsil idarələri müstəqil xanlıqlar kimi idarə olunur. Emin Əmrullayev bundan danışmır. Məktəblərimizdə tərbiyə mühiti nə günə qalıb? Bundan danışmır. Məktəblərdə psixoloji iş darmadağın edilib. Tərbiyə işi darmadağın edilib. Deyirlər təşkilatçısan, sən müavin deyilsən. Halbuki məktəblərdə tərbiyə işini eləmin o sinifdən xaric, məktəbdən kənar təşkilatçılar üzərlərinə götürürdülər. Əmək haqqında artım yox. Yalandan elan eləyir. Artıq gör nə qədərdir ki, bu artıq prezident səlahiyyətlərinə qarşıdır. Və indidən söz verir ki, mən sizin əmək haqqınızı 2 dəfə artıracağam. Artıransansa cəmaatın əmək haqqını niyə kəsirsən? Dəstərini niyə kəsirsən? Müəllim məktəbləri niyə bağlayırsan? Bax belə, çox güclü fırıldaq mexanizmlərlə malik olan bir nazirlə bir dövrdə yaşayırıq. Azərbaycan təhsilinin qara ləkəsi. Və təsəvvür edin, günü sabah Emin Əmrullayev getsə, Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu ziyanları düzəltmək üçün ən azı bizə 5 ildən 8 ilə qədər vaxt lazımdır. Təşəkkür edirəm. Videonu paylaşmağı unutmayın.